Dünya senin, dünya benim, dünya hiç kimin oy. Dünya senin, dünya benim, dünya hiç kimin ey. Salam. Bugün 7-ci podkastımızda, amma 7 dəfə salam vermədiyim üçün məni üzrlü hesab eləyin. 7 dəfə salam verər etsin vaxtınızı, hava yer almaq istəmərəm. Bugünkü mövzumuz ilk dəfə seçmişdim bunu. Dünyaca məşhur Azərbaycanlılar. Və ona görə də Niyamədə Musayevin ifasında Dünya sənin, dünya mənim, dünya heç kimin mahnısını seçmişdim. Amma etiraf edeyim ki, mən uşaq vaxtı bu mahnıya qulaq asdıqda ilk sözləri heç nə başa bilmirdim. Ara bir hiss edirdim ki, orada nəsə zəhərdən sözlər atmaqla söhbət gedir. Qalan isə ancaq dünya sənin, dünya mənim, bir də cum eşidirdim. Bu yaxınlarda isə hərsə bir olar, Dərviş bəndin ifasında bu mahnı oxundu, biraz rock stildə və onda artıq mən sözləri başladım. Çox gözəl də sözləri var imiş həqiqətən də. Niyamədə Musayev də elə belə yeri seçmədi. Niyamədə Musayev keçmiş Sovet ölkələrində olduqca məşhur bir insandır və mən bu insanla şəxsən görüşmüşəm, salamlaşmışam və hətta öpüşmüşəm və hətta şəkildə çəkmişəm. Yanaqlarına öpüşmüşəm və şəkildə çəkdirmişəm. Necə olub, harada olub, tanışdıq, toylarda da olmayıb və bu bir dəfə də olmayıb, dəfələrlə bu insanla görüşmüşəm. Haradasa 5-ci, 6-cı sinifdə oxuyardım. Bizim bir müəllimimiz var idi, Roya müəllimə. Roya müəllimə Niyamədə Musayevin qızı idi və Roya qrupu da onun qızına əsr olmuş qrup idi. Niyamədə Musayevin qızı da olduqca baxımlı, gözəl, səliqəli bir qızı idi. İndi həmin hadisənin 20 il keçib, əminəm ki, hələ də baxımlı, gözəl bir qadın da həmin vaxtda çox qayğıkeş idi məktəb uşaqlarına qarşı. Həmin ad gündə ona nəsə bir hədiyyə alıb verərdi. Həmin dövrdə, bilmirəm, evli deyil, həmin dövrdə bir nişanlısı da var idi. Mən isə bir balaca, nəsə haransı bir səbəbdən, yəqin ki, yemək gözlədim, yemək ki, hazır oldu. Zaten nə yedik? Hamburger və yaxud dönər yiyirdik həmin vaxtlarda, ya da kalbas sürək kimi belə şeylər yiyirdik biz. Buterbrot kimi belə bir şey yiyirdik biz. Mən bufetdə gözlədim vaxtda, bu zəng vuruldu, çox uşaq getdi, amma mən qaldım. Və həmin bu anda Roya müəllimə, Niyamədə Musayevin qızı bufetdə nişanlısı ilə daxil oldu. Gördü ki, məndən başqa heç kim yoxdur, bir bufetçidir, bir də mənəm. Mənə soruşdu ki, dərs vaxtı burada nə edirsən? Mən də zarafatın vaxtı gəldiyi üçün saxlaya bilmədim və dedim ki, avtobus gözləyirəm. Bir xeylaq güldülər, nişanlısı da bir xeylaq güldü. Nişanlısı həmin dövrdə idmançı idi, səhv bilmirsə, və deyəsən kliplərdə falan çəkilirdi. Səhv yazmışmırsa. Nəsə belə bir gülməli başıma hadisə gəlib, Niyamədə Musayev və onun gözəl göyçək qızı Roya xanımla bağlı. Amma dedim, seçdiyim mövzu dünyaca məşhur Azərbaycanlılar olsa da, mən bu mağazı haqqında çox düşünürdüm, yazmağa, danışmağa bir şeylər axtarırdım. Onun üçün siqaretimi və kofemi götürərək balkona çıxaraq, təmiz hava alaraq yazmağa başladım. Yazmağa başlayanda isə təsadüfən yoldan gözəl göyçək bir qız keçdi. Əndamı yerində, boy yerində sarışın, amma Azərbaycanlı olduğu hissi olunan çakma sarışın deyirlər türklər buna. Giydirmə sarışın keçirdi. Dar şalvarı var idi və açıq saçıq sinəsi, arxası açıq saçıq bir qısa qol köynək geyinmişdi. Hava sərin olmağına baxmayaraq. Mən bir də istədim ki, mən onun arxasına baxıram. Özümdən bir qədər utandım, bir qədər sifətimi ora-bura çevirməyə çalışdım. Baxdım ki, məhəllədə top oynayan uşaqlar topu əllərini götürüblər, onlar da baxırlar. Məhəllədə taksi şoförlüyü elən dayday, tak əlini qoyub maşının üzərinə, o da baxır. Üzümü hansı yana çevirdimsə, bütün kişilər, yaşından asılı olmayaraq, bütün kişilər baxırdılar. Mən bu ancaca fikrimi dəyişdim ki, mənim bugünkü mövzum dünyaca məşhur Azərbaycanlılar yox, kişilər götə niyə baxır olmalıdır. Yəni, hamısı sırf seksual məqsəddən baxmır. Məsələn, bu
yəqin ki 8-7-8 yaş olan uşaq top əlinə alıb niyə baxsın? Onun seksual məqsəd ola bilər, bəlkə də ola bilər. Və yaxud 65 yaşlı taksi şoförü niyə baxsın? Və yaxud yeni evlənmiş, həyat yoldaşı bununla gözəl olan bir başqa oğlan buna niyə baxsın? Necə bir səbəb olmalıdır? Hamının bir səbəbi vardır. Məsələn, mənim gözəl götə baxmağa uyğun bir fantaziyam vardır. Məsələn, çox istəyərəm ki, mənim evim 2 mərtəbə olsun, mərtəbə arasında, pilləkən arasında böyük bir pəncərə olsun və orada bir oturacaq olsun. Və gözəl götlü bir xanım bu pilləkəndən qalxanda, məsələn, sırf bu xanım bu pilləkəndən qalxanda, pəncərənin qarşısında sigaret çəkə-çəkə ona baxım. Yəni, mənim fantaziyam budur. Yəni, deyim, mənim məhzəb seksual fantaziyalarım var, sırf yox. Mənim çox istəyərdim ki, bu qalxsın, yavaşlı sürətlə, mən də buna baxım. Amma öz evimdə heç kim mənə mane olmasın, heç kim mənə pis baxmasın, heç kim beni görməsin, oturaq olum, əlimdə sigaretim olsun, çayım da olsunlar, kofem da olsunlar və təmiz havada baxmaq mənim üçün böyük bir fantaziyalardan biridir. Dedim ki, yəqin ki, hər kəsin bunun fantaziyası var, amma düşüb mən top oyunu uşaqdan, yaxud taksi şoförü daydaydan bunları soruşa bilməzdim. Özəllədim Kamilə. Kamilin 8478 sevgilisi var. 33 yaşı olsa da hələ də ali həyəti qurmayıb. Yəqin ki, bu sevgililər arasında onların arxasına götürmə baxdıqları olmuşdu və mənim üçün ən ideal insan idi ki, tanıdığım insan arasında insanlar nə üçün götə baxır? Bu sualı verməyə Kamilə zənglədim. Kamil biraz xoşbeşdən sonra dedim, Kamil, mən podcast hazırlayam. Yəni, belə bir mövzu da tapmışam. Kişilər götə niyə baxır? Yəni, biz kişilər götə niyə baxır xadda mövzusu seçmişəm. Xahiş edirəm ki, sən də bu mövzuya öz töhfəni verəsən, profesional götə baxan kimi tanıdığım bir insan kimi. O üçün məndə ki, mən ümumiyyətlə qadınların arxalarına baxmıram. Dedim, niyə? Dedi ki, mənim haradasa 15-16 yaşda, 15-16 yaşlarında bir istədiyim qız var idi. Həmin qızı çox sevirdim, onu da bilmirdim. 3-4 il boyu o qıza bağlı qaldım, başqa insanlarla münasibət qura bilmədim. Məndə uşaqlıq travması əmələ gəlmişdi. Bu 4-5 il keçdikdən sonra mənim bir dostum mənə məsləhət gördü ki, nə vaxt o qız yadına düşsə, o qızın tualetdə gücənərək sıçdığını xəyalına gətir və o qızı getdikcə unudasan. Deyir, hər dəfə mən də onu edirdim, biraz gülürdüm, biraz iyrənirdim. Müəyyən müddət sonra mən fikirləşirdim ki, artıq bu qız mənim üçün iyrəncdir. Mən əlbəttə bilirdim, bütün insanlar təbii testlərini ödəyirlər, amma bu qız elə fikirləşdikcə, bu qız artıq getdikcə yüzündən düşməyə başlamışdı. Gördüm ki, yox, bu götə baxmaq teması 7-ci podkast üçün mövzu kimi seçilə bilməz. Dedim, yaxşı, sağ ol, sonra danışarıq, bu alınmadı, bunu yaza bilmərəm, bunu ifadə edə bilmərəm. Dedi ki, mən sən uşaqlıq travmandan danışdım. Yeri gəldi və dedim ki, qardaş, sənin uşaqlıq travman olmaz. Sən olsa prostat vəzi travman olar. Uşaqlıq travması qadınlarda olur. Belə bir gülməli zarafat elədikdən sonra isə o deyir ki, sənin üçün mövzu tapım da. Dedim, tap. Deyir ki, düz dünya. Dedim, qardaş, bəs də. Düz dünyada ortaya atıldıqda bu adətən Amerikan xristianlarının yaydığıdır. Çünki Bibliyada bu İncil kitabında açıq aydın, təxmin açıq aydın deyir ki, dünya düzdür və dini insanlarına görə dünya kürə formasında ola bilməz xristianlar və bunu əksini iddia edirlər və müxtəlif özünə görə sübutlar tapırlar. Mən də fake profillərlə onların qruplarına daxil oldum, istə İngiliz, sonra Türkiyədə əmələ gəldim. Türkiyədə hardasa 7-8-10 il yaxında Türkiyədə Facebook qruplarında, digər bloklarda bu haqda diqqətli yazılar, yazılar paylaşırlar. Mən ora anti-düz dünyası olmağa baxmayaraq girib müxtəlif alimlərin adından yalancı fətvalar verirdi. Məsələn, yazırdım ki, Einstein son cümlələrindən biri, onun bir Alman baxıcısı olmuşdu. Ona son cümlələrindən biri bu olmuşdu ki, dünya həqiqətən düz imiş, mən bunu sənə etiraf edirəm, çünki sən məni başa düşmürsən. Həqiqətən də o Alman xidmətçi onu dilini başa düşmürdü, amma kənardakı insanlar bunu eşitib ki, belə bir təəssürat yaradırdım. Yaxud yazırdım ki, tutaq ki, filan astronot özünə ad qoşdurdum, tutaq ki, Emiliano Bibliako demişdir ki, mən qalxanda Apollo
13 əməliyyatına qalxanda yerin həqiqətən düz olduğunu gördüm və biz əməliyyatı yarımçı saxlayaraq yerə qayıtmağa məcbur olduq və Apollo 13 uçuşu yerinə yetirilmədi. Belə yazırdım, özümə yazırdım və inanırsınız ki, buna çoxlu bəyənmə gəlirdi və hətta bəzən görürdüm ki, bunu başqa yerlərdə mənim adımdan olmasına paylaşırlar. Amma bunun fake məlumat olduğunu heç özləri də bilmirdilər. Nəysə, mən bu Kamillə razılaşdım. Kamil məni bir yerə dəvət elədi. Orada bir neçə bir oturdum. Padval idi, soyuq idi, nəmişli idi. Amma nəysə, mən bunu oturmağa qərara gəldim. O başladı, bir dənə dəftər götürdü, bir dənə vərəq götürdü. Yazdı, pozdu, çizdi, dağıtdı. Nəm səbəblər gətirdi ki, dünya niyə düzdür, niyə dünyanın düz olduğunu niyə gizlədilər falan. Belə başa düşürdüm ki, dünya bunun təsəvvüründə düzdür. Ətrafı Antarktika divarlarından örtülüdür. Üstü qübbə ilə örtülüdür. Günəşlə ay fikirləşdiyimizdən uzaq deyil, təxminən eyni boydadırlar və bizə çox yaxındılar. Bir də mənə deyir, tutaq ki, sən maşın sürəndə 120 sürətindən gedəndə özünü necə istəyirsən, tutaq ki, Funklyorda getdikdən özünü necə istəyirsən və təsəvvür et ki, yer ekvatorda fırlanma sürəti 465 metr bölü saniyədir. Necə olar ki, biz bunu hiss edə bilməyək. Nəsə belə səbəblər gətirirdi. Sonra uçuş rotalarının niyə düz dünyadakı kimi olduğunu, küçülə dünyadakı kimi olmadığını falan səbəblər gətirirdi. Yazırdı, pozurdu, mənə nəsə izah eləməyə çalışırdı və mən buna diqqət yetirmirdim. Və birdən-birə dedi ki, nəsə bir sualım var, indiki dediklərimə barəsində. Mən yenə zarafatın yerinin gəldiyini hiss elədim və ona dedim ki, bəli, belə bir sualım var, məni bu sual həqiqətən çox maraqlandırır. Nə üçün analgin dərmanı adı analgindir, amma ağızdan qəbul edilir. Məsələn, bu şam olsaydı, analgin olsaydı daha məntiqli olardı. Əgər bunu ağızdan qəbul edirsə, bunun adı oralgin olardı. Niyə üçün bu analgindir? Hadi Kamil mənə biraz əsəbləşdi, Rusqanı qələmi yerə çırpdı, vərəqi büzüşdürdü, tulladı yerə. Dedi ki, yox, bu mövzu sənlikdir, sən artıq mənə ələ salırsan. Dedim, yaxşı, bir başqa mövzu. Bu artıq da axşam yaxınlaşır, podkast çəkməyə gedirəm mən. Mənə bir mövzu, bir ideyadır ki, mən gedim ona uyğun çəkim. Çünki artıq bu dünyaca məşhur insanlar söhbəti mövzu oradan çıxmışdı. Götəniyə baxaraq mövzu oradan çıxmışdı. Düzniyə mövzu oradan çıxmışdı. Mənə mövzu lazım idi. Dedi ki, mövzu tapım sənin üçün bu sevmək və evlənmək mövzusu olsun bugün üçün. Dedim ki, bunun üçün də bir də mahnı tapmalıyam və sevmək, evlənmək mövzusu olsaydı, bugünkü podkastın mövzusu bu mahnını ifa etməli olardım, fikirləşirdim. Getdim bulaq başına, yarım çıxdı qarşıma. Endim bulaq başına, yarım çıxdı qarşıma. Sevda nə idi bilməzdim, o da gəldi vacina. Sevda nə idi bilməzdim, o da gəldi vacina. Ey gözəlim və gözəlim və s. Mahnıyla başqası oldum. Başqası olacaqdım əgər bugünkü mövzumuz sevmək və evlənmək olsaydı. Demək, başladı öz həyatından danışmağa, 8478 yaş sevgilisindən danışmağa ki, mən onları çox sevirdim, onlar hamısından çox ciddi münasibət qurmaq istəyirdim, qadınların fikri maddiyatdadır, falan başqa şeylərdədir. Amma əsl sevgiyə, çox sevgiyə inanmırlar. Nəsə dedim ki, qardaş, yəni bu sən onlardan digər rəqiblərindən, oğlan rəqiblərindən fərqin nə idi ki? Dedi ki, mən hamısını ən çox mən sevmişəm və ən çox mən layiq idim. Dedim ki, qardaş, ən çox sevmək, ən çox layiq olmaq demək deyil. Məsəl üçün, uşaqları bağça tərbiyəsindən çox, müəllimlərdən çox, pedagoglardan çox ən çox kim sevir? Pedofillər. Amma bu demək deyil ki, pedofillər ən çox sevdikləri üçün o uşaqlara da onlar layiqdir. Yəni, ən çox sevmək, layiq olmaq demək deyil. Başladı ki, sən hər şeyi zarafata yozursan, mən yenicə sevdiyimdən ayrılmışam və o məni çox sevirdi, mən onu çox sevirdim. O necə oldu ki, mənə qəlbində yer vermişdi
Mənim qəlbimi də sındırdı, öz qəlbimi də sındırdı. İndi baxıram ki, başqa bir oğlanla münasibət qurmağa hazırlaşır, amma halbuki bizim ayrıldığımız cəmi bir neçə aydır. Necə olur ki, o mənim verdiyi ürəyini başqasına verə bilir. Demişdim, ürəyim qırılıb bu. Mən özümə çətin gələm, amma ürək qırılmağına baxmayaraq, necə ürəyini bərpa eləyib başqasına verir ürəyini. Dedim, ay qardaş, sən nəyi qoyub, nəyin haqqında danışırsan? Demək, cəmaat nəinki ürəyini, vaginasını verir, bakirərin verir, sonra onu gedir təmirlətdirir, gedir başqasını ərə. Qaldı ki, sənin o bu ürək məsələnə. Ürək də qırılanda da onda bərpa eləmək olur. Əgər vagina bərpa eləmək olursa, bakirə bərpa eləmək olursa, ürəyə bərpa eləməyə 2 vur, 2-dir. Dedi ki, düz deyirsən, həqiqətən qadınlar ədalətsizdir, qadınlar sevgiyə hörmət eləmir və bunu deyən oğlanın ən öncə də 4 dəfə qeyd edildiyim kimi 8478 dəfə sevdiyi olub. Nəysə, bu söhbətdən sonra o bir sigaret çəkməyə başladı, başını arada yerləyir, nəsə özünə fikirləşirdi. Mən bu vaxtda həm hava soyuq olduğu üçün, həm də müştəri olduğu üçün, həm də o padval çox iyili qoxulu olduğu üçün asqırdım və o mənə dedi ki, sağlam ol. Mən fikirləşdim ki, bu həqiqətən də mənim sağlam olmağımı istəyir. Əgər bu adam mənim sağlam olmağımı istəyirdisə, niyə məni padvala dəvət elədi? Bu nəmişdik, iyi qoxuyla dolu, soyuq padvala dəvət elədi. Bu məni, əgər bu padvala dəvət elədiyəndən sonra mənim sağlam olmaq istəyirsə, bu boşqab dəstində mənə niyə çay içməyimi təklif elədi? Yəqin ki, o çaynik, çaydan, nəlbəki, limon qoyulan qab, ancaq bu halda yuyulur ki, kimsə onun üzərinə ya işəsin, ya sıçsın, ya da kussun ki, o təmizlənsin. Adi hallarda, çay içdiyi hallarda o yəqin ki, heç təmizlənmir. Növbətisinə belə halda yuyulmamış şəkildə verilir. Yəni, ancaq gəlir insan üçün üstünə qusa bilər ki, qusmağı təmizləmək üçün onu yuyurlar. Yəni, inanmıram ki, adi halda o qabların, yəni nəlbəkini, ya stəkanı, ya limon qoyulan qabı, ya da ki, çaniki qursunlar. Və bu insan məni bura dəvət edir, bu şərətdə mənə çay içizdən oğlan həqiqətən də görəsən mənim sağlam olmağımı istəyirdimi? Nəysə, artıq 20 dəqiqə yaxındır mən danışıram, amma məlum olduğu kimi bugün mövzu çıxarda bilmədim. Bugün üçün hamınızdan 7-ci podkastın mövzusu alındı. Bugün üçün hamınızdan dərindən üzr istəyirəm. Çalışaram növbəti podkastlara özüm üçün müəyyən qədər mövzu tapım, sonra sizin qarşınıza çıxım. Ümid edirəm, bugünkü podkastın mövzusu olsa da bəyəndiniz. Təklif və iradlarınızı komment şəkildə bildirin, videonu bəyənin və kanala abunə olmağı yadınızdan çıxartmayın. Çalışın, sağlam olun. Hələlik.